Anar Almaskanlı, uroloq, androloq, Mərkəzi Nefçilər Xəstəxanası və DTX Hospitalda uroloq, androloq olaraq çalışıram. Bugün burada həmkarlarımızın da qeyd etdiyi kimi 23-cü uro-androloqların 23-cü simpoziumudur. Eyni zamanda androloji ustad dərsləri adlı penil cərrahiyyə vardır. Bugünkü tədbirdə, simpoziumda da mənim çıxışım Fuad doktorun moderatorluğunda uro-onkoloji ağrı xəstələri müzakirəsi idi. Çox gözəl ümumilikdə bir tədbir keçdi. İnanıram ki, bütün uroloq və androloqlar üçün çox məlumat verici və tibbin ən son qeyd etdiyimiz kimi nailiyyətlərinin də yer aldığı Avropa guideline-larından da istifadə olunaraq çox gözəl məlumatlar əldə etdik. Bu tədbir üçün də cəmiyyətin sədri İlham doktora, professora xüsusi təşəkkürlərimi bildirirəm ki, həm məruzəçi olaraq, həm də konferanslarda iştirakçı olaraq hər zaman bizləri yada salır. Və eyni zamanda konferansın xüsusi əhəmiyyəti xarici qonaqlarımızın da olmağında idi. Türkiyədən və İtaliyadan bir neçə dünya üzrə tanınmış uroloqlar və androloqlar, eyni zamanda andrologiya üzrə dünyaca məşhur Türkiyəli mütəxəssis Ateş Kadoğlu iştirak etdi. Andrologiyada son illər ölkəmizdə də populyarlıq qazanan penil protezlər xüsusilə burada aktiv müzakirə olundu və cinsi zəiflik və yaxud da prostat xəstəlikləri sahəsində də həm konservativ, həm cərrahi olaraq son yeniliklər müzakirə edildi.